Salam, sizinlə mən tərcüməçi. Mən oxuduğum hal-hazırda standart üzrə hər dəfəki video seriyalarımızda danışdığım kimi bu video seriyamda da yeni bir kitab barədə danışacağım. Bu Mel Robinson, yəni məşhur podkastçıdır xanım tərəfindən yazılmış Let Them Theory, yəni qoy etsinlər nəzəriyyəsi, belə deyək, adlı kitabdır. İngiliscəsi çox sadədir. Bunu pre-intermediate səviyyəsində də tələbələr oxuya bilər. Kindle versiyasında kitabın qiyməti hardasa $18. Ümumiyyətlə, təbii ki, bunu demək ehtiyac yoxdur. Kitaba qoyulan sərmayə istənilən halda sizin üçün xeyirdən başqa bir məqam gətirməyəcək. Ən azından ingilis dilini daha da gücləndirmiş olacaqdır. Let's Theory, qoy etsinlər nəzəriyyəsi nədir? Bu nəzəriyyə ondan ibarətdir ki, kitabda bu nəzəriyyə barədə çox maraqlı məqamlara toxunulur. Yəni bildirilir ki, insan, siz özünüz sadəcə olaraq özünüz üzərində nəzarət edə bilərsiniz. Yəni kiminsə vərdişlərini, xarakterini, atacağı addımları dəyişmək üçün narahat olmağına dəyməz. Çünki siz başqa bir adamın xarakterini, atacaq addımlarını tam olaraq dəyişə bilməyəcəksiniz. Bu mümkünsüzdür. Ona görə də bəzi işləri, belə deyək, boş vermək lazım. Sadəcə olaraq özünüzü düşünməlisiniz. Özünüzün əsəblərinizi necə cilovlamağı qaydaları və sair yollar və metodlar göstərilir kitabda. Kitabı oxuyun, bu möhtəşəm bir kitabdır. Həzz alın.